2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard dollar təşkil edib. İxrac edilən ölkələr siyahısına liderliyi 1,1 milyard dollarla Rusiya Federasiyası edir. Siyahıda növbəti yerləri 546,1 milyondan Türkiyə, 315,3 milyondan İsveçrə, 306,1 milyon dollarla Gürcüstan və 190,2 milyondan Ukrayna tutur. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında 297,4 milyon dollar məbləği ilə qızıl birinci olub. Siyahıda pomidor ikinci, karbamid üçüncü yerdə qərarlaşıb. Əsas driver məhsullar pomidor, pambıq, karbamid, meşə fındığı və digər kimya sənayesi məhsulları, plastik kauçuk məhsulları əsas yer tutur və bu nöqteyi nəzərdə də məsələyə baxdıqda biz 2015-2016-cı ildən etibarən ilk 15 məhsulun tərkibində dəyişiklik çox cüzi müşahidə olunsa da ümumən əhəmiyyətli bir dəyişiklik baş verməmişdir. Mütəxəssislər qeyd edir ki, artım tempi bu cür davam edərsə, qarşıya qoyulan hədəfə 2026-cı ildə çatmaq mümkün olacaq. 2022-2026-cı il strategiyasına əsasən 2026-cı ilə qədər qeyri-neft ixracının 4,9 milyard ABŞ dolları səviyyəsinə çatmağı planlaşdırılır və bir məsələni də qeyd etmək lazımdır ki, 2025-ci ildə Azərbaycanın qeyri-neft ixrac faiz artım tempi ortalama 10% ətrafında dəyişmişdir və sadalanan qeyd olunan faiz tempini qoruyub saxlayacağımız təqdirdə biz 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulan kumulyativ formada qeyri-neft qaz ixrac hədəfinə nail ola bilərik. İqtisadçılar bu artımı əsasən sahibkarlar üçün vergi güzəştlərini tətbiq ilə əlaqələndirirlər. Regionlarda yaradılan sahibkarlar üçün şəraitdə həmçinin rol oynamışdır. Müvafiq bölgələrdə vergidən azad olmalar, müvafiq olaraq vergidən azad zonaların yaradılması da ixrac potensialının artırılmasında müsbət bir təsir göstərmişdir. 2026-cı ildə də həmçinin planlaşdırılır ki, təkcə xam malın deyil, həmçinin hazır məhsullara da fokuslanmaq prioritet sayılır. Həmçinin onu da qeyd edək ki, 2025-ci ilin 11 ayında Azərkosmos tərəfindən dünyanın 41 ölkəsinə 16,4 milyon dollar dəyərində Peyk telekommunikasiya xidmətləri ixrac edilib.